Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bugün hazırladığım belə bir yanan tortun hazırlanmasını sizlərlə də bölüşürəm. Videonun bu hissəsini müştərim atıb. Odur ki, siz də izləyin. İnşallah siz də bu videodan yararlanarsınız. Bunu məndən bir xanım istəmişdi. Həmin xanım da buyursun izləsin. İnşallah o da hazırlayıb yaxınlarını, əzizlərini sevindirər. Tortu axşamdan yığmışam xanımlar. Tort özünü səhərə qədər tutub, tortun diametri 22 diametrdir. Çəkisi 2 kilo 300 gəldi. Hündürlüyü 10 santıdır. Üzərində qaymaqlı kremləyirəm. Bəzən sual verirsiniz ki, qaymaqlı krem hazırlayarsan qaymaq çox yumuşaq olur, üzərini örtmək olmur. Xanımlar, ən azı 3-4 saat qaymaq soyuducuda qalmalıdır ki, möhkəm bərkisin. Azərbaycanda yaşayanlar şandı kremdən istifadə edir. Çox gözəl kremdir. Hazırlayın. Nəticəsində özünüz görəcəksiniz. Sonra isə tortu gördüyünüz qayda ilə üzərini kremləyirəm mən. Əvvəlcə şpatellə yayıram, sonra isə spatula ilə artıq kremini yığıram. Şəkilin altına şəkər xəmiri yapışdırmışam və qoyuram tortun üzərindən. Kənarlarını bu qayda ilə krem vururam. Biraz hündür olunmalıdır. Çalışıram bütün xırdalıqları izah edim ki, xanımlarımız əziyyət çəkməsin. Bax, bu qayda ilə gördüyünüz kimi kremi vururam. Sonra tortu soyuducuya yerləşdirirəm. Üzərinə yazı yazdım. Vafli kağızını dairəvi 22 diametrlə kəsmişəm. Sonra isə kremlə kontakt yaratmasın deyə xanımlar, bax belə kənarlarına ağ şokolad vururam. Ağ şokolad sulaşmağa imkan vermir. Qoymur ki, vafli kağızı nəm olsun. Qoyuram soyuducuya, biraz bərkiyir. Sonra isə bax bu qayda ilə tortun üzərinə qoydum. Və yenidən kənarlarına oval formasında krem gəzdirirəm. Yəni asan bir tortdur xanımlar. Bunu hər kəs evdə hazırlaya bilər. Sadəcə mən çalışdım ki, püf nöqtəsini sizlərə izah edim. İnşallah siz də yararlanarsınız. Bax, budur, belə bir sadə tort alındı. Sonra isə müştərim sağ olsun, sözümü yerə salmadı. Təşəkkür ilə bir yerdə videonu necə yanması göstərir. Mən də çalışdım ki, sizlər üçün göstərdim ki, siz də görəsiniz. Bax, belə sadəcə bir şam köməkliyi ilə tən ortadan vururuq və özü gözəlcə yavaş-yavaş səliqəli yanır. İnşallah siz də hazırlayın xanımlar. Videomu əgər bəyəndinizsə, like düyməsini, bəyən düyməsini basmağı unutmayın. Fikirlərinizi bölüşərək kanalıma dəstək olun. Sizin üçün bu asan bir şeydir xanımlar. Öz səhifələrinizdə paylaşın, dostlarınıza, tanışlarınıza. Allah'a əmanət olun. İnşallah yeni gözəl videolar çəkib mən də sizlərlə paylaşarım. Hələlik Allah'a əmanət olun.